qiymətləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Və bugün heç kəsdə buna görə Səməd Vurğunun əvəzindən üz istəməməlidir. Heç kəs. Səməd Vurğunun bütün əsərləri ilə əvvəldən axıra qədər Azərbaycan xalqı fəxr edir və bundan sonra da fəxr edəcək. Şərqdə həmişə böyük hörmətə layiq olubdur və hər şair öz devrini aşıq olubdur, öz devrini yazan olubdur, öz devrini əks etdirən olubdur. Və heç bir şairə, keçmiş əsrlərin şairinə biz buna görə hansısa bir mənfi münasibət göstərə bilmərik və kimisə qınaya bilmərik. Və heç kəs də Səməd Vurğunu qınaya bilməz. Ona görə ki, o şeirləri, o poemaları, onları yazır. Səməd Vurğun öz xalqına sadiq insan olubdur. Öz millətinə sadiq insan olubdur. Öz millətinin milli oyanışına, milli dirçəlişinə xidmət edibdir. Və məhz Səməd Vurğunun şeirləri, onun əsərləri, onun piyesləri, onun dramları, onların hamısı birlikdə bizim xalqımızı xırda bu yüksək səviyyəyə qaldırıb çıxardıbdır. Budur Səməd Vurğunun yaradıcılığın əsas xüsusiyyətləri. Buna görə Səməd Vurğun qiymətlidir. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar, Beynəlxalq Muğam Mərkəzinə xoş gəlmişsiniz. Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş Sazın Səsi, Sözün Nəfəsi adlı gecəyə başlayırıq. Səhnəyə layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova dəvət olunur. Axşamınız xeyir olsun. Saza dəyər verib, sözə könül qoşub, Səməd Vurğun işığına gələnlər. Hər birinizi ürək dolusu, könül dolusu salamlayırıq. Bizim Sazın Səsi, Sözün Nəfəsi layihəsi çərçivəsində bu artıq sizlə 3-cü görüşümüzdür. Təbii ki, təsadüf bu tədbiri biz Səməd Vurğunun 120 iliyinə həsr etmədik. Çünki Səməd Vurğunun mayası sazdan qidalandı. Səməd Vurğunun ruhu sazdan qidalandı. Evində gözünü açanda atasının çox gözəl saz çaldığını gördü. Özü də elə körpəlik yaşlarından saz çalmağa başladı. Təbii ki, onun müasirləri hər zaman Səməd Vurğunun sazı olan vurğunluğunu, aşqları olan vurğunluğunu çox yüksək səviyyədə dəyərləndirir. Səməd Vurğun hər zaman sazın müdafiəsinə qalxıb. Səməd Vurğun hər zaman aşıq poeziyasının, aşıq sözünün təəssübkeşliğinə dayanan bir insan olub. İstər uşaq yaşlarından, istər böyüklüyündən, istər müəyyən bir titul sahibi olduğu dövrlərdən Səməd Vurğun demək olar ki, özünün çevrəsində klasik ənənənin daşıyıcıları olan aşıqları hər zaman yüksək dəyərləndirir. Və söz şeirlərində də elə deyildiyi kimi arxasıza dayaq olub, yamaq olmamaq üçün, arxalıya heç zaman yamaq olmaq üçün dayaq olmayıbdır. Aşıq sənəti demək olar ki, müəyyən dövrlərdə müəyyən qolçamaqların, o dırnaq arası zadəganların gözündə nüfuzdan düşmüşdür. Onlar aşıq poeziyasını sevən insanlara çoban çoluq deyirdilər. Amma Səməd Vurğun deyirdi ki, aşıq sənəti xalqın özünün dilidir. Səməd Vurğun deyirdi ki, Azərbaycan türkçəsini mükəmməl öyrənmək üçün təkcə Ələsgərin şeirlərini öyrənmək kifayətdir. Və bu minvalla Qazaxdakı bütün aşıqları çevrəsinə toplamaqla yanaşı, Səməd Vurğunda ayrıçılıq yox idi deyə bütün Azərbaycan aşıqlarını öz çevrəsinə toplamağı bacarmışdı. Hüseyin Sarıyev Qazaxda Səməd Vurğun aşığı adlandırılırdı.
o Qazaxa gedəndə hər zaman bulaq başına Hüseyin Sarıyev aparırdı. Bilirsiniz niyə aparırdı? Çünki Hüseyin Sarıyev Səməd Vurğundan xoş gəlmək üçün heç bir zaman ondan söz oxumazdı. O klassiklərdən oxuyardı, o böyüklərdən oxuyardı, onların divanələrini, ustadnamələrini oxuyardı və Səməd Vurğun dünyasını dəyişəndən sonra elə mənimki də Səmədlə getdi deyib sazını yerə qoyur və bir daha əlinə saz almır. Bu da onun Səməd Vurğuna olan böyük sayğısı və dəyəridir. Ətəm Ərəbov bilirik ki, çox kasıb aşıqlarımızdan biri olub. Bir gün Səməd görür ki, Ətəm Ərəbovun sazı çox nimdaşdır. Ona çox gözəl, sədəfli bir saz göndərib verir və onu da deyir ki, Ətəm, sən bilirsən ki, Aşıq Ələsgərin nəvəsisən. Çünki Ətəm Ərəbovun ustadı Əsəd Rızayev idi. Əsəd Rızayevin ustadı isə Aşıq Ələsgər idi. Aşıq sənətində səcərə çox önəmli rol oynayır. Sənin ustadın kimdir, ustadının ustadı kimdir? Və bir aşığın könlünü bu qədər xoş eləmək, bu böyük şairin ürəyinin sazla döyünməsi idi. Təkcə bu deyildi. Moskvadan qardaşı Mehdiqan müəllimə yazırdı ki, əziz qardaşım, sənə bu məktubu Moskvadan yazıram. Və Mirzənin bu qış bayram payını göndərmək lazımdır. Onun azigələrini çatdırmaq lazımdır. Bilirsən ki, sən də sazı çox sevirsən, mən də sazı çox sevirəm. Budur bir aşığa verilən dəyər. Onun çevrəsindəki aşıqların hər biri 1-ci və 2-ci qurultayda Səməd Vurğuna görə bəlkə iştirak edirdilər. Onun ətrafındakı aşıqların çox böyük əksəriyyəti həm də Yazıçılar Birliyinin üzvü ona görə olmuşlar ki, Səməd Vurğun onların poetik gücünü daha yaxşı görürdü. Daşsalaqlı Mirzə Səmədi mənim dağ qardaşım adlandırırdı. Çünki Mirzə Səmədlə yaxın dostluq edirdi. Onun Sarıtel dastanı vardı, o dastanları gözəl bilirdi. Səməd Vurğun başdan ayağa ozan idi. Səməd Vurğun başdan ayağa türkçülük idi. Səməd Vurğun başdan ayağa biz bugün cənab prezidentin sərəncamı ilə dilimizin xəlqiliyini qoruyaq, yad dillərdən qoruyaq fərmanı altında hər birimiz məqalə yazırdıqsa, zamanında Səməd Vurğun barbar bağırırdı ki, dilin saflığı, dilin xəlqiliyi, dilin təmizliyi türkçülük ideyalarının döyüntüsü deməkdir. Məsələn, ona görə də Səməd Vurğun təkcə nə Qazaxlı idi, nə Azərbaycanlı idi. Ortaq türk mədəniyyətinin daşıyıcısı idi. Bir gün bir Karayiv yazıcı onunla qatarda rastlaşır. Deyir ki, salam mən Karayivəm. Deyir ki, salam mənim dilim və dinim. Sonra həmin yazıcı deyir ki, biz öz xalqımıza, öz millətimizə, öz dilimizə, böyük Səməd Vurğunun öz vətəninə hərarətlə, sevgi ilə, coşku ilə, necə sevdiyindən sonra biz aşıq olduq. Bu vətəni, bu torpağı, bu milləti Səməd Vurğunun ruhu ilə sevə bildik. Səməd Vurğun təbii ki, xalqın içində formalaşıb çıxmış, folklorun yaddaşı idi, daşıyıcısı idi və ona görə də şiirləri sevilir ki, folklorun bütün incəliklərini Səməd Vurğun öz ruhuna daşımağı bacarmışdı. Bir dönəmlər Hacı Kərim Sanılı şiir yazanda ona dedilər ki, sən elat şairisən. Onun Azərbaycan əlifbası, Türk əlifbası, böyüklər üçün əlifba kitabını tənqid edərlər. Amma Səməd Vurğun qınamasın ellər məni dedi. Göylərə baş çəkir, Göyəzan dağı dedi. Baş çəkmək bizi kimisə gedib yoluxmaqdır, kimisə yanına getməkdir. Və qınamaq birini istismar edib onu qınağa tutmaq deməkdir. Amma onun dili o qədər xalqın öz dilinə, öz ruhuna yaxın idi ki, heç kəs Səməd Vurğuna heç bir şey demədi. Bugün Təbrizimiz qan ağlayır. Hər bir kəsin burada olanın vətən döyünən ürəyi Təbriz deyə həm də haray qoparır. Səməd Vurğun Azərbaycan deməklə biz elə bilirik ki, qafiyəsini düz gətirmədi, şeir axtarışına çıxdı. Səməd Vurğun bu taylı Azərbaycanı birləşdirirdi. El bilir ki, sən mənimsən deməklə, hamı bilir ki, Təbriz də bizimdir demək istəyirdi. O taylı, bu taylı Azərbaycanın yanğısına qalxmışdı Səməd Vurğun. Onun şeirlərinin hər biri aşıq poeziyasında, aşıq pərdələri üzərində çox gözəl səslənir və biz onu nota aldıranda bilirsiniz, əziyyət çəkmirik. Bugün Nide'də bir dekanımız, professorumuz onun şeirlərinə mahnılar bəstələyir və çox gözəl bir söz dedi ki, İlhama xanım dedi, mən onun şeirlərində əziyyət çəkmirəm. Çünki şeirlər sazın pərdəsinə və hecalarına olduqca gözəl, rahat oturmağı bacarır. Biz aşıqlar sözü qutaranda deyirik ki, aşıq dalay deyir. Aşıq dalay demir. Aşığın zəngin söz ehtiyatı var, sinə dəftərdir. Aşıq gözəl oratordur. Aşıq spontan nitqə malikdir. Amma heca düz gəlmir. Sözün pərdəsi üzərində söz oturmayanda o bəcqurlu bala meyləsin, a desin, uzatsın. Səməd Vurğunun şeirlərində biz bunu görmürük. Səməd Vurğun o qədər diskurlu bir şeir yazır ki,
Sanki oturub, ruhlanıb, aşıq sənətini cizgiləri ilə ta o dövrdən bu dövrə qədər bir mühafizə qoruma altına almaqla siz bu sənəti daşımağa vəsilə olun dedi. Onun çevrəsində olan ustad sənətkarın hər biri Səməd Vurğuna küsənirdi. Ən son bizim tanıdığımız Dədə Ədalət aşıq Səməd Vurğunun beçəsi sayılırdı. Elə Hüseyin Sarıyevin yanında o gəzərkən, uşaqkən, böyründə çıraqlıq edərkən, beçəlik edərkən Səməd Vurğun onu görür, bəyənir və ona aşıq olur, onun barmağına aşıq olur, onun nəfəsinə aşıq olur. Aşıq sənətinin nəfəsi olmalıdır. Aşığın canında, ruhunda, qanında o sənəti daşımaq meyili olmalıdır. Və Səməd Vurğun ona görə Səməd Vurğunu özündən gətirmək istəyir ki, burada daha peşəkar şəkildə onu inkişaf etdirsin. Amma mən bugün çox sevinirəm, yaxşı ki gətirmədi. Çünki bölgələrimizdə aşıq sənəti daha gözəl inkişaf edir. Bölgələrimizdə ustadların yanında daha yaxşı inkişaf edir aşıq sənəti. Faxralıda olan qonaqlığı zamanı Səməd Vurğunun bir sözü mənim özümün ruhuma da çox yaxın oldu. Deyir, aşıq qardaş, bir gözəl hava çal, sən Allah bu azarımız, bezarımız getsin, bəlkə bir canımıza rahatlıq gəlsin. Demək ki, saz onun ruhunu rahatlayırdı. Və həmin dövrlər xatirələrdə yazılır ki, Səməd Vurğun qəbirstanlığın yanından keçəndə danışmır. Məlul, müskül, sanki qəbirstanlığa doğru baxır və o qəbirstanlığa baxmaqla həm də özünün son laylasını çalmış olurdu. Ruhu şad olsun Səməd Vurğunun. Allah ona qəni-qəni rəhmət eləsin. Nə qədər ki, Səməd Vurğun yaradıcılığı, nə qədər ki, Səməd Vurğun poeziyası var, aşıq poeziyası da onunla bərabər adımlayacaq. Diqqətinizə görə təşəkkür edirəm. Və mən indi də səhnəyə tədbiri davam etdirmək üçün bizim gözəl qələm sahibi, yazıcı,